mən ustada söz verməzdən əvvəl digər 3 iştirakçını da bura dəvət eləyirəm. İlqar, Şahanə və Sübhan buyursun. Zülfiyə xanım, budur sizin dörtlüyünüz tam heyətllə qarşınızdadılar. Özünüz seçdiniz, kimisə xilas etdiniz. Buyurun öncə iştirakçılar və onların ifaları haqqında fikirləriniz. İlk növbədə hər dördünüzə təşəkkürümü bildirmək istəyirəm. Minnətdaram. Hər şey yerli yerində. Nə deyilmişdisə, nə tapşırılmışdısa, hər şeyi yetərincə elədiniz, göstərdiniz özünüz. Mən istəyirəm bizim gözəl qızımız Şahanədən danışım, birinci xanımdır. Şahanə, sənin istedadın o qədər istedadlısan ki, mən düşünürəm ki, hələ də açılmayıb, hələ nələrsə görəcəyik biz. Çünki sən dayanan deyilsən, sən üzərində işləyirsən, çalışırsan. Əlbəttə ki, buna sənin aktrisalığında bir təkan verir. Sən səhnə üçün yaranmışsan və oxuduğun mahnı elə bir mahnıdır ki, onun möhrünü artıq Brilliant Dadaşova deyilən bir məktəb var da və salamlarımızı getiririk və Brilliant xanımdan sonra bu mahnını özünkiləşdirib, özünə məxsus ifa eləməyin, bu bir cəsarət idi və sən onun öhdəsindən gəldin. Sübhan, sən o deyirləri, o sözünü deyə bildin, sən incitmədin. Nəinki məni, ümumiyyətlə, yeri gəlmişkən çox üzr istəyirəm, burada özümə qeyd eləmişəm. Məşqlərdə Sübhan gəlirdi, heç birimizi incitmirdi. Nə vokal müəllimlərini, nə orkestrdan, yəni yerli yerində və elə bir çətin mahnı seçdik ki və o mahnının öhdəsindən sən bugün layiqincə gəldin. Təşəkkür eləyirəm. Elnur bilirsiniz necə adamdır. Elnur artıq əminliklə belə addımlarını atır. Öz ayaqlarının üstündə dayanan bir iştirakçıdır. Yəni o dediyindən dönməməyi var. Bir də ki tez-tez inciyir, o da onun erkənliyinə geçsin. Elnur, öhdəsindən gəldin və bu gün göstərdin sən nələrə qadirsən. Ay İlqar, sənə gəldikdə isə səni mən özüm üçün xasiyyətini açmamışam. Mən bilirəm ki, sən çox yaxşı ifaçı və yaxşı insansan. Amma daha çox açmaq istəyirəm İlqarı mən özüm üçün. Zülfiyə xanım, siz bu çıxışınızla həyəcanımızı biraz da artırdınız. Qərarınız çox maraqlıdır. Elə qərar vaxtıdır, seçim məqamıdır. Zülfiyə xanım, deyin görək, kimin finalla bağlı xəyalları davam eləyəcək ən azından hələ də? Birinci ad. Yenə də deyirəm, həyat irəlidədir. Sizi hələ səhnələr gözləyir. Mən özüm üçün şəxsən və söhbətimi davam etdirmək üçün İlqarı seçirəm. İlqar! Təbriklər. Gedin həm növbəti mərhələyə hazırlaşın, həm də Zülfiyə xanımla söhbətlərə başlayın. İkinci adı gözləyirik. Bu iştirakçılardan hansını biz növbəti mərhələdə görə biləcəyik? Elə toxundu ki, elə dəydi ki, elə çıxış etdi ki, demək olar ki, birinci məşqdən mən bilirdim ki, o bu səhnədə yolunu davam etdirəcək.
Sübhan. Sübhan! Növbəti mərhələdə görüşənədək Sübhan. Solumda Elnur, sağımda Şahanə. İnanın ki, bu an onların arasında dayanmaq və onlara bu layihədə son söz vermək çox çətindir. Buyurun Şahanə. Sizləri çox sevirəm. Dəyərli kollektivə, səhnə arxasında əziyyət çəkən hər kəsə, musiqiçilərimizə, vokalistlərimizə, bizlərin üzərində çalışan bütün hər kəsə sonsuz təşəkkür edirəm. Sizləri çox sevirəm. Təşəkkürlər. Biz Eldarla bir dəfə sənin tamaşava gələcəyik. Buyurun Elnur. Mən gəldim, arzuma çatdım. Tembra Mənim arzum nə idi? Birincisi, bu qırmızı rəng var, bir dəfə burada çıxış eləmək. Bu bir. İkincisi də ki, mən ilk dəfə bura gələndə bir söz dedim. Görəndən sonra ki, mən burada qazandığımı qazandım. Niyə görə? Çünki mən Zülfiyə xanımla daha yaxın tanış oldum. Sizləri tanıdım. Mən onsuz da səhnədəyəm. Mən davam eləyirəm. Mən sizlərlə birgə elə səhnələrdə çox olacağım. Qoy bu alqışlar heç vaxtı sizi yalnız buraxmasın və həmişə sizin üçün səslənsin. Sağ olun dostlar.